Bayaq digər arıdan 4 qapalı çərçivəli, qapalı yumurtalı çərçivə götürdüm bölmə etmək üçün. Və bu güzlü koloniyadan da əlavə 4 dənə və yaxud da 5 dənə qapalı çərçivəli bala verəcəm. Hər dəfə qarışdırdım bu sözləri deyəndə. Deməli bu arıya mən mart ayının 25'inde mərtəbə atmışdım. Hal-hazırda arı yuxarıda 9 çərçivədə yumurta var. Aşağıda 6 ya 5 çərçivədə yumurta var. Günlük də var, qapalı da var. Arı da buradadır. Ayrı qoymuşam qırağa. Bölmə eləyəndə ümumiyyətlə birinci məncə alanı tapıb kənara qoymaq lazımdır. Qərarlaşdırmaq lazımdır. Alarını hara verəcəm. İndi mən bura 4 ədəd buradan və ya da 5 ədəd yumurtalı çərçivə verəcəm. Hal-hazırda aprel ayının 23'üdür və arılar hədsiz dərəcədə güclüdür. Yəni bu vaxt üçün mənim üçün, yəni 3 ildir arı saxlayıram. Bu vaxtda bu güclü arı görməmişdim. Arı 10 gündən sonra, bir həftədən sonra artıq 20 çərçivə vuracaq həddədir. Mən bu arını bölməsəm, artıq bu arı beçiyə meyllənib, mən bu arını beçidən saxlaya bilmərəm. O ki bu arını böləcəm. İlk öncə şərti çoxlu şərbətimizdən bir qədər püskürdürəm bu arıların üzərinə. Qoxusu bir-birlərinə öyrəşsin deyə. Bu cür bölmədə bir dənə problem də onda yaranır ki, böldüyümüz bu arıda 8 çərçivə, 7 çərçivə balalı arı olacaq. Yəni burada 2 ədəd, 3 ədəd arı üsküyü qalsa, arılar yenə buradan beçə verə bilər. Odur ki, təxminən bir həftədən sonra burada bir ana üsküyü və yaxud da fərqli vaxtlarda çıxacaq 2 ana üsküyü saxlamaq olar. Yəni biri bir gün çıxacaq, biri 3 gün sonra. Bunu da bilmək üçün, yəni 4 gündən sonra, 5 gündən sonra baxmaq kifayət edir. Ağzı qapanan bir dənə ana üsküyü saxlayırıq, ağzı qapanmayan bir dənə. Və yaxud da 3 gündən, 4 gündən sonra baxmaq olar. Ben istəyirəm ana arı üsküyü olan çərçivə verim. O da buradaydı, yuxarıdaydı. Yəni, hər şey qaydasında olsa, ana arı orada doğulub, mayalanıb gəlsə, bal mövsümünə çox güclü bir koloniya olacaq. Hətta may ayında ona mərtəbə belə vermək olar. Burada var ama içərisində süt yoxdur. Arı sütü qoymuyorlar. Ama bunu qoymaq olar. Öncə bunu qoyuram. Həm də yoxlayaq görək. Bir-birlərindən dalaşırlar mı? Yoxsa yox. Keçən il təcrübələmişdim, heç bir dava olmamışlar orada. Amma təcrübələr bəzən pis nəticələri gətirib çıxarır. Mənim indiyə qədər qışdan və ya xəstəlikdən arı koloniyaları sönməyib, amma arı birləşdirməkdən sönəcək həddə gəlib çatıb. Yanlış birləşdirmişəm, düzgün qorunma tədbiri eləməmişəm və arılar bir-birlərini qırıblar. Burada ana arı üsküyü var, artıq içərisinə arı sütü qoyublar. Bu çərçivə. Bir də bunda problem verdiyim çərçivələri demək olar qida ehtiyatının çox az olmasıdır. Amma mən başqa bir arıdan 50 çərçivə verəcəm. Bir bunu verəcəm. Hələ ki heç bir dava yoxdur arada. Etibarsızlıqdır. Yenə qoxlarını qarışdırıq bir üzərinə. Yəni aşağıdan verək.
çərçivə vermək olar. 4 çərçivə. Bunun tarlasıları qaydacaq geri. Burada sadəcə gənc. Hələ uçuş eləməmiş. Təxminən 20 günlük arılar qalacaq. Və bir də tez yeni doğulan arılar. 2, 4, 6, 8 çərçivə. Bir çərçivədə ballı çərçivə verəcəm buna. İndi buradakı arıları yerləyirik. İndi deyirəm ki, artıq arılar ötə qədər meydindən geri qaydacaq. Və arını mütləq şəkildə bəsləmək lazımdır. Çünki təxminən 10 gün havalar pisləşsə arılar məhv olar. Ya da baklas kimi arı bir qədər basqınsızlığa meyli olan arı digər koloniyaları hücum eləyəcək. Bu lap pisdir. Həm özü zəifləyəcək, həm digər koloniyanı zəifləyəcək. Bunlar çərçivəsində hal-hazırda açıq neftlər var. Mənim axır günlərdə verdiyim şərbətdir. Aslında mən bu arılara ancaq 250 qram, 300 qram şərbət verirdim. Müəyyən vaxt aralığında. 2 gündən, 3 gündən bir. Lakin görürəm ki, yetmir ha. Bu arıya komplet edə bilmək lazımdır. Arada boş çərçivəsi qalmadı demək olar ki. Mən işləyərkən arada hər hansı bir bölmə və yaxud da dərmanlamış yaparkən yanlışlar edə bilərəm. Mən hələ ki öyrənirəm, təcrübə aparıram. Səhvlərim çox olacaq. Quraqlarınızı, təkliflərinizi etsəz, yəni çox sevinərəm. Deməli 10 çərçivə aşağıda, 6 çərçivə yuxarıda qaldı. 16 çərçivə. Bu 16 çərçivənin təxminən 9 çərçivəsi yumurtalıdır. Burada mən ehtiyatlı bal ehtiyatı var bir qədər. Yaxşıdır. Arılar sakitdir. Yəni heç də dava dalaş yoxdur. Bura əgər anar ilə mən çərçivə versəydim, bax onda dava düşərdi. Mən birazdan bunlara komplet verəcəm. İnşallah neçə fikrimdən geri dönər. Qaldı bu arı. Bu arıya bir ədəd ballı çərçivə verəcəm.